günlərin biz lar-lər şəkilçisinin sözlərə qoşularaq nar-nər kimi, rar-rər kimi və dar-dər kimi tələffüzündən danışacağıq. Bu hansı hallarda mümkündür? Deməli, sözün sonu n samiti ilə bitərsə, daha doğrusu sözün sonu n hərfi ilə bitərsə, bu zaman lar-lər şəkilçisi nar-nər kimi tələffüz olunacaq həmin sözlərdə. Məsələn, qoyun n hərfi ilə bitib və bura lar şəkilçisi artırsaq, olacaq nə? Qoyunlar, qoyunlar. Şirin sözünü artıraq, şirin sözü. N samiti ilə bitib, lər şəkilçisi artırılan zaman, bu zaman tələffüzdə lar-lər şəkilçisi şirin nər kimi tələffüz olunacaqdır. Rar-rər kimi tələffüz qaydası nə zaman olur? Deməli, sözün sonu r samiti ilə bitərsə, r samiti yox, r hərfi. Baxın uşaqlar, r samiti ilə bitmək demək düzgün deyil. Çünki sözdə r samiti olmur. Sözün yazılışında r samit, sait olmur. Ancaq sait, samit ancaq tələffüzdə olur. Ona görə r hərfi ilə bitərsə, bu zaman söz lar-lər şəkilçisi rar-rər kimi tələffüz olunacaq. Məsələn, şar sözü r hərfi ilə bitibdir. Lar şəkilçisi artırsaq, tələffüz zamanı olacaq nə? Şar, rar. Şar, rar kimi tələffüz olundu. Şəhər sözü r hərfi ilə bitib, lər şəkilçisi artırıram. Bu zaman şəhər sözü, şəhərlər sözü şəhərlər kimi tələffüz olunacaqdır. Dar-dər kimi tələffüzü nə zaman mümkündür? Əgər söz c, ç, d, t, z, s və ş, j samit qoşalıqlarından bitirsə, hər hansı biri ilə bitirsə, bu zaman və yaxud da bu qoşalıqda samit qoşalıqları da ancaq bu hərflər ilə bitərsə, hərflər ilə. Bu zaman dar-dər kimi tələffüz olunacaqdır. Məsələn, ağac, ağac sözü c hərfi ilə bitib, lar-lər şəkilçisi artırılıb. Deməli, tələffüz zamanı necə olacaq? Ağaclar, ağacdar, ağacdar. Sonra qaraj sözü, qaraj sözü, qarajlar şəkilçisini artırsam, olacaq nə? Qarajdar kimi tələffüz olunacaqdır. Kənd sözünü artıraq. Kənd sözü d hərfi ilə bitib, lər şəkilçisi artırsaq, olacaq nə? Kəndlər. Və s. Burada sözlər artıra bilərik. S hərfi ilə bitən səslər sözünü məsələn yaza bilərik. Sonra z hərfi ilə bitən saz sözünü yaza bilərik. Lar-lər şəkilçisi artırarıq və olacaq sazdar.